Yeni dekorativ kosmetikanı göstərmək istəyirəm. Deməli, belə karandaşlardır. Deməli, burada, baxın, həm karandaşdır, həm də tindir. Yəni, çox qəşəng və gözəl bir seriyadır. Yeni seriyadır. 56-806 birinin artikuludur və 56-807 birinin artikuludur. Həm karandaş kimin, həm də ten kimin bunu istifadə etmək olur. Və bu seriya belə bir aid olan termatuşdur. Termatuşlar yuduqca belə panda effekt qoymur. Yəni ki, gözdən özü tökülür və gözaltıda qaralma qətiyyən olmur. Yəni bunu alıb mütləq istifadə edib sınaya bilərsiniz. Yəni üzümüzü yuduqca, tutalım miçilər su vurmasaq, süd vurmasaq bu üzümüz göz altımıza yayılmır. Öz-özünə tökülür. Və bu termatuş uzatma effekti verəndir. Deməli, bir-birinin üstünə naslayvat eləməliyik. Yəni bir sloy vurub, gözləyib, qurudub, sonra ikinci sloy vurmaq çox gözəl, möhtəşəm bir effekt verir. Və belə gözəl, baxın, briloklu, istəsəz çıxarda bilərsiniz, sumkavıza taxa bilərsiniz bu briloku. Əsas da yeni yetmə qızlar üçün daha gözəl, belə gözəl blesklərdir. Yeni versiya, baxın görün nə qəşəngdir. Briloklu, tuşun artikulunu demədim, bu tuşun artikulunu da deyim. Deməli, tuşun artikulu 58-51 və bu blesklərin də artikulunu göstərim. Bleskin 47-706 və 47-707'dir. Görmədim. Çox qəşəng, belə gözəl blesklərdir. Yeni katalogdan bu yeni seriyanı alıb və sınaya bilərsiniz.